Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Vəhabilərin dediklərinə əsasən, necə ki İbn Teymiyyə də yazıb, bu əhl-i-sünnənin, yəni özləri əhl-i-sünnə hesab edirlər də vəhabilər, daxilində, dairəsində olan ixtilafdır. Yəni bu barədə üç nəzər var. Hər üç nəzəri deyənlər əhl-i-sünnə alimləri hesab edilirlər. Yəni vəhabilərin alimləridirlər. O üç nəzərdən biri nədir? Allah enəndə ərşdə qalır həmdə. Ərş ondan xali olmur, boş olmur. Necə ki insan enəndə göydən aşağı, yuxarıdan aşağı, göydə yeri boş qalır, artıq göydə olmur. İkinci mərtəbədə qalmır. Amma Allahda belə deyil. Allah enəndə həm də yuxarıda qalır, ərşdə qalır. İbn Teymiyyə və digərləri bunu götürüblər, bu rəyi. Amma bunun müqabilində digər iki rəy var ki, o iki rəy bunu qəbul etməyib. O iki rəydən biri budur ki, biz susuruq, bu barədə danışmırıq. İkinci o iki rəydən ikinci rəy budur ki, Allah enəndə ərşi boş qalır. Necə yəni boş qalmır, boş qalır deyiblər. Deməli, İbn Teymiyyə və onun əmsalında olan insanlar sadəcə deyiblər budur. Üç rəydən biri bu cürdür. Ki, bu barədə ətraflı danışmışıq, vəhabilərin də çıxışlarını qoyub göstərmişik. Baxın, İbn Teymiyyə görün öz fikrini, öz zəlalətini necə, öz batil fəhmini necə insanlara yükləyir. Baxın, Bəyan-ı Təlbiyə-ül Cəhmiyyə kitabında 4-cü cilddə 55-ci səhifədə nüzul hədisini gətirir. Yanzilu Rabbuna, Rəbbimiz enir, gecənin son üçdə bir hissəsində deyir, məndən istəyin və sair və sair. Gəlir bu hədisi təvil eləyən insanlar, ki, İbn Teymiyyə kimi başa düşməyən insanlar zatı ilə enir deyirlər, ha. Deyirlər, biz bənzətmirik, biz oxşatmırıq, biz keyfiyyət vermirik, amma zəti sözü özü bir dənə keyfiyyətdir, zatı ilə enmək. Sən elə mütləq şəkildə qəbul elə, demə, zatı ilə necədir. Amma deyirlər, yox, zatı ilə enir. Deməli, bunun özü elə keyfiyyət verməkdir. İndi o insanlar, o alimlər ki, qəbul eləməyiblər Allahın zatı ilə enməsini, fəqalu, onlar deyiblər ki, qad səbətə ennəl leylə yəxtəlifu bin nisbəti ilən-nəs. Gecə insanlara nisbətdə müxtəlifdir. Bəhsini etmişik. Çünki gecənin son üçdə bir hissəsi müəyyən dünyada elə bir nöqtə yoxdur, elə bir yer yoxdur ki, orada gecə olmasın. Hər yerdə gecə olur. Gecə olsa deməli gecənin son üçdə bir hissəsi də olur. Onda deməli Allah Azza və Cəllə vəhabilərin Rəbbi səmaya enəndə, yer üzərində səmasına enəndə, onda gərək 24 saat bütün gün dolansın həmin o məntəqələrdə. Çünki hər yerdə gecənin son üçdə bir hissəsi olur axı. Hədis də deyir ki, gecənin son üçdə bir hissəsində enir yer üzərinin səmasına. İnsanlar da deyiblər ki, bəs bu cür olur da, müxtəlif cürdür. Bugün 5 dəqiqə filan saatda buradadırsa, bu məntəqədədirsə Allah enir ora. 1 dəqiqə sonra keçdi qonşu məntəqəyə, Allah da keçməlidir ora. 1 dəqiqə sonra keçdi o biri məntəqəyə, Allah da keçməlidir ora, vəhabilərin Rəbbi. Sonra deyiblər ki, "Ləv kənən nuzulu huven nuzulul ma'ruf." Bu nüzul əgər ma'ruf nüzul olsa, həmin bizim bildiyimiz enmək. Bütün millətlərdən geç soruş enmək öz dilində. Deyəcək yuxarıdan aşağı gəlməkdir. Bir dənə vəhabi tayfası çıxıb bir dəstə. O da hamısı yox ha, bayaq dediyimiz kimi iki rəy bunu götürmür. Bir dənə İbn Teymiyyə və onun əmsalında olan alimlər. Özlərindən Amerika icad ediblər. Nüzul enir, həm də göydə qalır. Enir, həm də göydə qalır. Bu, əvvəla bu suala cavab verin. Bu nüzul olmadı. Peyğəmbər sallallahu aleyhi və aleyh nüzul sözündən istifadə edib, insanlar başa düşüblər yuxarıdan aşağı enməkdir. Əgər bu hədis səhihdirsə və zatı ilə enirsə, endi artıq. Sənin o icad eləmirsən, enir həm də göydə qalır. Niyə? Çünki uluv zatı sifətdir. Bunun dəlilini gətir, bu bir. İkincisi, bu enirsə, göydə qalırsa, bu necə oldu, enmək oldu? Buna Peyğəmbər başqa ad qoymalıydı. Enəndə göydə qalırsa, bunun adı başqa olmalıdır. Enmək deyil, bu enmək deyil. Sizin dediyiniz enəndə göydə qalır həm də, buna enmək demirlər. Peyğəmbər yənzilu, nüzul sözündən istifadə edib. Bunlar həmin o ən-nuzulul ma'ruf ki var, həmin onu bənzətmə, oxşatma kimi əlavə özlərinə vəsf veriblər o enməyə. Bölgə eləyiblər. Məxluqun enməyi İbn Teymiyədən götürüblər və yaxud da İbn Teymiyyə də kimdənsə. Məxluqun enməyi var və xaliqin enməyi var. Başlayıblar məxluqla xaliqin enməyi arasında vəsf eləməyə, vəsf qoymağa, sifət qoyublar, ayırıblar bir-birindən. İndi bunlar ki deyirlər ki, əgər nüzul həmin məruf nüzul olsa, ləzimə ən yənzilə fi cəmi'i əczə'il leyli. Laziməsi, nəticəsi bu olur ki, Allah Azza və Cəllə gecənin bütün hissələrində enmiş olsun. İz la yəzəlu fil ardı leylun. Dediyimiz kimi də, çünki yer üzərində hələ də gecə var, hər vaxt gecə var.
Yer üzərində elə bir məntiqə yoxdur ki, orada gecə olmasın. Deməli Allah elə həmişə yer üzərinin səmasındadır ki, bəs niyə deyirsiniz ki, ərşdədir? Sonra da deyiblər ki, ya da siz gərək deyəsiniz ki, Allah eyni anda həm göydədir, həm də yerdədir. Bu da cəm'un beynə dıddeyndir. İki ziddin arasında cəmdir. Həm göydə, həm yerdə. İbn Teymiyyə bu zidd barəsində acizlik məsələsini gətirir. Orada bir sıra hədislər gətirir ki, heç dəxli yoxdur ya mətləbə. Amma bu ki deyir yer üzərinin səmasında olmalıdır. Buna görə indi cavab verir İbn Teymiyyə. Deyir: "Həzə innəmə qaluhu litəxəyyülihim min nuzulihi ma yetəxəyyəluna min nuzuli əhədihim." Deyir onlar özlərindən birinin nüzulunu xəyal ediblər. Həmin nüzula bənzədiblər Allahın nüzulunu. Arada necə məxluqda enmək necədir, xaliqdə də o cür xəyal edib götürüblər, təsəvvür ediblər. Və həzə aynu təmsil. Bu elə bənzətmənin özüdür. Və deyir ki, onlar bundan sonra Allahı özlərindən olan bir aciz kimi hesab ediblər. Yəni Allah eləyə bilər həm yerdə qalsın, həm göydə qalsın və gətirib dəxli olmayan hədisləri Allahın qüdrəti barədə. İndi İbn Teymiyyə deyir ki, onlar belə xəyal ediblər. Öz məxluqun nüzulunu gətiriblər xaliqin nüzulu kimi qərar veriblər. Baxın, əvvəla bəzi vəhabilər ki, biz dəfələrlə tənqid etmişik və debata çağırmışıq, hətta öz kanalına cavab versinlər demişik, bu barədə susurlar, qorxudan gəlmirlər. Kim də gəlmək istəsə biz razıyıq, gəlsinlər. Əvvəla bəzi vəhabilər ki, deyirlər ruh haqqında az məlumat verilib, soruşmuyor, sual soruşmurlar o vaxt. Hər bir şeyin cavabı var. Məsələn, ruh barədə sən hər şey bilirsən, görsən, bəs deyirdin İslam kamil dindir. İslam kamil dindir. İslam kamil dindir və kamil din olan İslam bizə deyir ki, ruh barədə sizə az bilgi verilib. Həmçinin Allah Subhanahu taala barəsində biz məxluqlar barədə danışdığımız kimi danışmırıq. Bir dənə çıxsın bir nəfər vəhabi desin ki, bu barədə hədis var. İbn Teymiyyə də gətirə bilməyib. Çünki bu kitabın davamında bəzi hədislər gətirir, dəxli yoxdur heç mətləbə. Bir dənə hədis olsaydı gətirərdi ki, peyğəmbər deyib ki, enir və də göydə qalır. Yoxdur belə bir hədis. Yoxdur. Sual verməyiblər peyğəmbərə bu arada səhabələr, sizin sələflərdir. Siz bu sualı hardan uydurmusunuz və hardan da cavab vermisiniz. Belə bir sual verməyiblər. Ona görə də bəzi alimləri susublar, danışmırlar bu barədə. Varsa gətirin bir dənə dəlil. Niyə onlar ruh barədə danışmırsınızsa, niyə bu barədə danışırsınız? Bu bir. İkinci məsələ, bu suala cavab verin. Nüzul nə olan şeydir? Axı hədisdə yəni nüzulu deyirsən, enir həm də göydə qalır. Bu nüzul olmadı. Üçüncü məsələ, deyirlər ölüv zatı sifətdir. Allah elə enməmişdən, Allah elə istiva etməmişdən qabaq da göydə idi. Onda necə oldu təzədən istiva etdi? Ölüv də ucalıqdır, istiva da. Biri zatı sifətdir. Güya sübut elə görə necə oldu zatı sifət oldu? Bu da bir sualdır. Lap deyir ki, ölüv zatı sifətdir. İstiva sonra yenə ucalıqdırsa əgər, ikisi də ucalıqdırsa əgər, uca varlıq hara ucalır ondan sonra? Buna cavab ver. Və yaxud da növbəti sual, istivada deyir thumməstəva, ayə deyir xəlq etdi thumməstəva, sonra istiva etdi. Sonra deyirsə deməli istiva etməmişdən qabaq müstəvin deyildi də, düzdür, sonra. Niyə bu thummə sözünü qəbul eləmirsən? Niyə istivanı qəbul eləmirsən, ucalmağı ucaldı, deyirsən elə əvvəldən ucalıqda idi? Bu suallara cavab yoxdur deyə qaçırlar. Ya fırlatdıqca fırladımalıdırlar, fırlatdıqca batmalıdırlar, batdıqca fırlatmalıdırlar, ya da ki yoxdur, səsləmir. Qaçıb çıxıb gedirlər, cavab vermirlər. Məsələn, həyat sifəti. Allah həyyundur. Onun həyatı var, kamil həyatı. Və həyat Allahın zatı sifətidir. Allahdan ayrılmazdır. Eləcə də Allahın ölüv, ucalıq sifəti. Allahdan ayrılmazdır, onun zatı sifətidir. Nəticə. Nə demək istəyirəm, qardaş? Demək istədiyim odur ki, fərq yoxdur. Allah subhanahu wa ta'ala yerləri və göyləri yaratmamışdan qabaq, yaxud yaradandan sonra onsuz da Allah subhanahu wa ta'ala uluf sifəti ilə vəsf edilib, vəsf olunub. Bu onun zatı sifətidir, ucalıq. Qardaş, fərqi nədir ki, yerləri və göyləri yaratmamışdan qabaq? Fərqi nədir ki? Onsuz da Allah ucalıqla vəsf olunur. Onun zatı sifətidir. Dedi axı ayrılmaz ondan. Allah subhanahu wa ta'ala'nın məkanı yaratması onun ucalığına təsir etmir. Allah təbaraka və teala yerləri və göyləri yaratmamışdan qabaq da, məkanı yaratmamışdan qabaq da bu sifətlə vəsf olunur. Axı onun zatı sifətidir. Ucalıq axı onun zatı sifətidir. Zatı sifətidirsə fərqi nədir? Məkanı yaratmamışdan qabaq. Ölüv onun zatı sifətidir. Yerlər və göylər yaratmamışdan qabaq da Allah ucalıqla vəsf olunur. Vəsf olunurdu. Lakin biz nə deyirik? Allah subhanahu wa ta'ala yerlər və göyləri yaratmamışdan qabaq ərşə istiva etməmişdi. Amma ucalıqla vəsf olunurdu. İstiva ilə vəsf etmirdik. İstiva ilə vəsf etmirdik yerlər və göyləri yaratmamışdan qabaq. İstiva ilə vəsf etmirdik, amma ucalıqla vəsf edirik. Deməli Allah subhanahu wa ta'ala ərşə istiva etməmişdən qabaq da, ərşə istiva etməmişdən öncə də ucalıqla vəsf olunur subhanahu wa ta'ala. Ərşə istiva etməsini bəs niyə deyirik? İstiva ulub mənasındadır. İstiva ulub mənasındadır, ucalıq. Düzdür?
Siz özünüzdən Amerika icad eləmisiniz. İbn Teymiyyə özündən Amerika icad edib ki, yox bu məxluqun nüzuludur. Məxluq necədirsə o cür xəyal ediblər və başlayıblar bunu Allaha nisbət verməyə. Halbuki eyni adam Bəyan-ı Təlbisil Cəhmiyyə kitabında 5-ci cildində İbn Teymiyyə görün nə deyir. 70-ci səhifədə deyir ki, bəziləri deyirlər ki, Allah zatı ilə hər yerdədir. İbn Teymiyyə cavab verəndə görün nə deyir. Deyir ki, bu məsələdə, bu cavabda, bu rəydə bir sıra fəsadlar var. Bax, indi sual vermək lazımdır. Necə bildin ki, fəsadlar var? Özü gətirəcək sonra. Deyəcək. Artıq zehni getdi nəyə? Məxluqa. Çünki məxluqun haqqında elə düşünəndə orada fəsadlar meydana çıxır. Necə? Deyir ki, sizin sözünüzdən belə çıxır ki, əgər Allah hər yerdədirsə ayə var axı. Eynəmə kuntum. Və huve ma'akum eynəmə kuntum. Harda olsanız Allah sizinlədir. Deyir, sizin sözünüzdən belə çıxır ki, yəni ayəni qəbul eləmək istəmir. Deyir, sizin sözünüzdən belə çıxır ki, Allah onda nəzasətdə də olmalıdır, nəuzubillah. Bax, gördün sən necə məxluqun sifətini verdin Allaha? Sonra İbn Teymiyyə rahimehullah davam edir, deyir ki, "Və ma'lumun enne fi hada min el-fasadi umuran kəsira." Deyir, məlumdur ki, bu sözdə çoxlu fəsadlar vardır, səhvlər vardır. Min vasfillahi ta'ala bin naqaisi vel-uyubi və ma huwa munazzahun anhu. Həmin bu sözdə fəsadlar, səhvlər vardır çoxlu. Allahı vəsf etməkdə naqisliklərlə, ayıblarla vəsf etməkdə səhvlər var, hansı ki deyir, Allah Teala onlardan münezzəhdir, uzaqdır. Yəni İbn Teymiyyə rahimehullah burada bildirir ki, o kəslər ki deyir ittihadilər, o kəslər ki deyir Allah Teala hər yerdədir, Allah Teala və yaxud da hər şeyin içindədir və s. Onlar Allaha qarşı küfr etmiş olurlar, Allaha qarşı təhqir etmiş olurlar və aləmlər Rəbbə olan Allaha qarşı müharibə açmış olurlar. Sonra tamamlayır 70-ci səhifədə deyir ki: "Və kana sələfu yahtaccuna alal-cəhmiyyəti bima yulzimu qawlahum min kawnihi mukhalitan lil-əcsam el-məzmumati minən-nəcasati və şeyatin." 71-ci səhifəyə keçdik və deyir ki, cəhmiyyələr, sələflər o vaxtki dövrün yaşayan müsəlmanları cəhmiyyələrə sübut olaraq deyirdilər ki, onların sözlərinin, bu sözünün cavabı olaraq deyirdilər ki, sizin sözünüzdən belə çıxır onda ki, Allah Taala qınanılan əşya cisimlərin içindədir, nəcasət və ya şeytanlar kimi. Çünki onlar deyirlər ki, Allah Taala hər şeyin içindədir. Alimlər də onlara cavab olaraq deyirlər ki, əgər belə deyirsinizsə, onda Allah Taala əstəğfurullah nəcasətin və şeytanın içində olmuş olur bəyəm. Hər şey, hər yerdədir deyirsinizsə Allah Taala. Niyə orada sən deyirsən ki, nüzulu məxluq kimi fikirləşmə? Niyə onda burada sən özün məiyyəti məxluq kimi düşünürsən? Ayələr, hədislər gətirirsən ki, Allah qadirdir, hesab eləyir, hesaba çəkir və s. ruzi ver və s. aciz deyil. Burada da sən götürür ki, bəli Allah hər yerdədir, biz harda olsa Allah bizimlədir, amma aciz deyil, qüdrəti var ki, nəzasət olan yerdə olmasın. Bunu da deyə bilərsən də. Və yaxud da deyirlər ki, necədir biz bilmirik. Necə başqa edə demirsiniz, öz zatına, öz şəninə layiq şəkildədir. Deyirəm, bəli, biz aradayıq, Allah bizimlədir, öz şəninə layiq şəkildədir. Niyə deyirsən, yox, Allah ərşdədir? Ayə belə deyir axı. Ayə deyir, haradasınızsa Allah sizinlədir. Niyə görə deyirsən ki, yox, ərşdədir və bizimlə ola bilməz. Olsa gərək onda nəzasətlərə qarışmış olsun, nəuzubillah. O məxluqdadır, olmuş olsa, hər yerdə olsa gərək nəzasətlərə qarışmış olsun. Allah qadirdir, qarışmadan da hər yerdə ola bilər. Və üstəlik o alimlər ki, İbn Teymiyyə kimi düşünmürlər, deyirlər biz bu barədə susuruq, demirik ki, Allah ilə də ərşdə qalır həm də. Və o alimlər ki, deyirlər biz deyirik ki, Allah ilə də ərşdə qalmır, ərş ondan boş qalır. Onda buyurun bu alimləri müşəbbihə bidət əhli hesab edin də. Niyə hesab etmirsiniz? Niyə onu başqası sünni deyəndə, əşəri deyəndə, şiyə deyəndə deyirsiniz bidət əhlisən? Cəhmiyyə deyəndə deyirsən bidət əhlisən? Amma eyni alimlərimiz də həmin görüşdədirlər, onları niyə bidət əhli hesab eləmirsiniz? Və yaxud da İmam Nəvəvi, Beyhəqi və yaxud da İbn Həzər Əsqəlani və digər başqa alimlər ki varlar, onlar ümumiyyətlə qalxmaq, enmək məsələsini qəbul eləməyiblər, təvil eləyiblər. Niyə onlar onda müşəbbih hesab eləmirsiniz? Daha doğrusu onlar bidət əhli hesab eləmirsiniz. Niyə? Eyni rəydəyik, eyni fikirdəyik. Ona görə də İbn Teymiyyə ikili standartlarla çıxış edir. Burada sərf eləyəndə bu cür danışır, orada sərf eləyəndə o cür danışır. Allah batilin dili ilə özünü bu cür rüsvay eləyib. Batilin özünü bu cür rüsvay eləyib. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.